UFC 322-nin yadda qalan gecəsi bir neçə müzakirə mövzusu yaradıb. Yeni çempionun tarix yazması, hazırki çempionun isə gücünü bir daha göstərməsi, bir neçə kontenderin karyeralarının ən yaxşı çıxışları, Dillon Dennis'in UFC tədbirlərinə bir daha buraxılmayacağı haqqında qərar. Dennis qalmaqaldan qaça bilmir. Bu dəfə də istisna olmadı. 32 yaşlı döyüşçü arenada izləyici kimi İslam Makhaçevin ikinci çəki dərəcəsində də titul qazanmasına şahidlik eləyirdi. Tarixi gecənin ortasında Dillon Dennis tribunada əlbəyaxa davaya başladı. Sosial şəbəkələrdə yayılan görüntülərdə Abubakar Nurməhəmmədov və John Pork adı ilə tanınan məşhur Magomed Zaynukovun da insidentdə rol oynadığı ehtimal olunur. Davaya qarışan hamı arenadan çıxarılır. Bu vaxt İslam Makhaçevin komandası otel otağında toplaşaraq dostlarının və məşq yoldaşlarının UFC yarımorta çəki titulunu necə asanlıqla qazandığını izləyirdi. Makhaçev Jack Della Maddallanı çətinlik çəkmədən məğlub elədi. Davadan sonra qəbul edilən qərara əsasən Dillon Dennis artıq heç bir UFC tədbirinə buraxılmayacaq.